Moskva hələ də Ukraynadakı münaqişənin əsas səbəblərini həll etmək üçün danışıqlara hazırdır. Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib. O xatırladıb ki, Prezident Vladimir Putin dəfələrlə vurğuladığı kimi, Rusiya xüsusi əməliyyatın başlanğıcından etibarən diplomatik həll yolunu tamamilə istisna etməyib. Lavrovun sözlərinə görə belə danışıqlar üçün əsas şərt Rusiyanın təhlükəsizliyi və həyati maraqlarının müdafiəsi üçün etibarlı təminatın verilməsidir. Bununla yanaşı, Kiyev hökumətinin nəzarətində olan ərazilərdə etnik rusların və rusdillilərin hüquqları tam bərpa olunmalıdır. Diplomatın fikrincə nə Kiyev rəhbərliyi, nə də onun Avropadakı müttəfiqləri hələ də vəziyyətin ciddiliyini dərk etməyib və dürüst dialoqa hazır deyillər. Həmçinin o bildirib ki, Rusiya NATO ölkələrinə hücum etməyi planlaşdırmır, lakin Rusiyaya qarşı istənilən təcavüz sərt və qətiyyətli cavabla qarşılanacaq. NATO və Avropa İttifaqı nümayəndələrinin bu məsələdə şübhəsi olmamalıdır. Qərb siyasətçiləri arasında elələri var ki, öz vətəndaşlarına Rusiya ilə münaqişənin qaçılmaz olduğunu təlqin edir və qənaətin sərtləşdirilməsinə çağırır, həm də açıq şəkildə Kaliningrad vilayətinə və Rusiyanın digər regionlarına qarşı təcavüzə hazırlıqdan danışırlar. Rusiya prezidenti Vladimir Putin dəfələrlə bu cür təxribat xarakterli bəyanatları təkzib edib və vurğulayıb ki, NATO və Avropa İttifaqı ölkələrinə hücum planlaşdırılması ilə bağlı əsassız ittihamlara baxmayaraq, Rusiyaya qarşı güc tətbiqi hədələri getdikcə daha tez-tez səsləndirilir. Rusiya tərəfinin bu cür açıqlamaları ilə atdıqları addımların üst-üstə düşmədiyi müşahidə olunur. Rusiya, Polşa, Rumıniya, Baltik ölkələri və Danimarkanın hava sərhədlərinə qarşı kəşfiyyat xarakterli hücumlar həyata keçirir. Bu cür addımlar xüsusilə Estoniya və Polşanın hava məkanında özünü göstərir. Kreml bununla NATOya qarşı güc nümayiş etdirir. Ekspertlərin qənaətincə, əgər NATO eskalasiyada maraqlı olsaydı, Rusiyanın hərbi qırıcı təyyarələrini vurmaqla cavab verərdi. Lakin alyans təmkin nümayiş etdirir və birbaşa qarşı durmadan çəkinir. Bu vəziyyət isə Rusiyanı daha da aqressiv addımlar atmağa sövq edir. Xüsusilə Rusiya NATO-la geniş hərbi toqquşmada ikinci cəbhənin açılmasında Rusiyanın intiharının olacağını fərqindədir. Çünki Ukrayna müharibəsində öz planlarını və məqsədlərinə nail ola bilməyən Rusiyanın növbəti mərhələdə NATO-la qarşı-qarşıya gəlməsi gözlənilmir. Sadəcə olaraq Rusiya tərəfi NATO-ya və Avropaya İttifaq ölkələrinə təzyiq edir ki, Ukraynanın Krıma hərbi təzyiqlərini qarşısına alsın. Bir sözlə, Rusiya bir tərəfdən danışıqlara hazır olduğunu bildirir, digər tərəfdən isə NATO və Avropa İttifaqı ölkələrinə güc nümayiş etdirir. Bu isə beynəlxalq mühitin etimadını zəiflədir.